Fen Meclisi'nde burada bizim Ağsaqqal Manaf müəllimdir. Manaf müəllimi salamlayıram. Mən nə gördüm, məclisə girdim və mənə yer göstərdilər ki, burada əyləş. Mən də orada əyləşdim və gəldim ilk öncə Manaf Ağayevi gördüm. Görüşəndə nəyi hiss elədim? Biraz da kövrəlirəm indi deyəcəm. Əlində sigaret var idi. Onu gizlətdi. Biraz balıq bürcüyəm də, mən gözü suluyam. Elə şeylərdə göydə tuturam. Maşallah. Ona görə Manaf təcə sənəti ilə yox. Demək ki, mən Manafla çox az görüşürəm. Öz də bilir, biz az toylara düşürük. Sağ olsun, büyük bayram bizi görüşdürüb burada. Demək ki, Manafın həqiqətən çox özəl, özünə aid olan şəxsi özəllikləri var, böyük, gözəl olan. Çox insanlara nümunə olan özəllikləri var. Manaf çox sağ ol, var ol. Onu da hər adam tutmaz ha, mən də onu göydə tutdum. Allah səni var eləsin. Sağ ol, sənətdən əşqi olma, sağ ol. Talay sənə var bilməkdir, kaş mənə eydin. Talay sənə var bilməkdir, kaş mənə eydin. Yar olmadı, oldu ey daş mənə eydin. Yetmenden uzak gez, yetmenden uzak gez, bizi bir yerde görenler, oy, söylemesinler, yüreği taşmana ey gülüm, ey gülüm. Hapis beni anlatmadı, Allah güle koydu. Hapis beni anlatmadı, Allah güle koydu. Etrin daha gelmez, o kadar hoş bana ey gülüm. Bayram, Allah atanı sənə çox görməsin. Allah onu ocağında hər zaman var eləsin. Nəfəs əslik olmasın. Bilirsən-mi, ata kimdir əzizim, sən onu atasız olandan sorur. Körpə yaşlarından boynunu büküb hər şeyə tam arzı qalandan sorur. Eyninə bir nimdaş paltar geyəndəyim, tapdığın yan dikəni xəlbət yeyəndəyim. Kimsə atasına ata deyəndə gözlər bulud tək dolandan sarıyır. Yaqub oğlum, Yaqub oğlu bir gün ağlayan gülər, atasız böyüyen göz yaşını siler.